Yaşad Fondunun təşkilatçılığı ilə Londonda keçirilən 4-cü Yaşad Yay Məktəbi yekunlaşıb. Yay məktəbinə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə göstərən 10 şəhid övladı qatılıb. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində iştirak ediblər, sonda isə sertifikatlar təqdim olunub. Yay məktəbimiz çox maraqlı keçdi. Biz orada həm fərqli millətlərdən olan şagirdlərlə tanış olduq, onların adət-ənənələrini öyrəndik, biz onlara öz adət-ənənələrimizi öyrətdik və onlarla biz ingilis dilində ünsiyyət qurduğumuza görə öz ingilis dilimizi də inkişaf elətdirdik. Londondan başqa fərqli 2 şəhərdə, Canterbury və Cambridge şəhərlərində də olduq, İngiltərənin. Biz çoxlu muzeylərə getdik. Bunun ən bəyəndiyim də Madam Tussauds oldu. Biz burada həm keçmişlə əlaqəli, həm kinolar haqqında, həm tanınmış insanlar haqqında çoxlu məlumatlar öyrəndik. Ümumi təəssüratlarım düşərgə çox maraqlı keçdi. Dostlarımla bir yerdə lap maraqlı oldu.